Göylərin zirvəsində səssiz rəqslər Elmir, sakit dağ kəndində böyüyən bir gənc idi. Uşaqlığından bəri dağların səssiz çağırışını dinləyərək onların sirrini, hikmətini başa düşmək arzusu ilə yaşadı. Həyatın axışı onu gözlənilməz künclərə apardı. Bir gün kəndin dərin meşəsində, qədim bir məbəddə tapdığı əfsanə ilə tanış oldu. Bu hadisə Elmirin ruhunda dərin izlər buraxdı və onu öz qəlbinin sirlərini kəşf etmək üçün uzun və sirli bir səyahətə çıxmağa sövq etdi. Bir səhər günəşin ilk şüaları dağın zirvəsini işıqlandırarkən Elmir evindən çıxdı və meşənin yoluna tutdu. Kəndin dar daş küçələrindən keçərək hər bir addımında ətrafında gizlənmiş unudulmuş xatirələri və keçmişin sirlərini hiss edirdi. Meşənin içində ağacların yarpaqları arasında ətrafa yayılan təravətli havada küləyin yumşaq pıçıltıları ona sanki min illərin ağırlığını və insan qəlbinin dərinliyində gizlənən səsi pıçıldayırdı. Elmir bu səsin ardınca öz içindəki sükunəti tapmaq üçün irəliləyirdi. Bir müddət irəlilədikdən sonra Elmirin qarşısına qədim daşlarla tikilmiş, əyri xətlər və incə oyma işləri ilə bəzədilmiş bir abidə çıxdı. Bu abidə sanki zamanın dərinliyindən çıxmış bir xəzinə kimi idi. Üstündə keçmişin hekayələrini, itirilmiş sevgiləri, sevincli anları və qəlblərdə qalan kədərləri daşıyan yazılar və rəsmlər mövcud idi. Abidənin yanında sanki min illərin sükunətini daşıyan bir qapı yerləşirdi. Qapının üzərindəki incə oyma və qədim simvollar Elmirin diqqətini cəmlədi və o, qapını açmağa qərar verdi. Qapını yavaş-yavaş açdıqda sanki illərin tozunu, unudulmuş xatirələri və qədim kədəri havaya saçan bir səs yüksəldi. Qapının arxasında geniş, işıqlandırılmış, amma zamanın izlərini daşıyan bir otaq gözlərinə çarpdı. Divarlarda illərin acı-tatlı xatirələrini əks etdirən rəsmlər, əlyazmalar və köhnə əşyalar asılmışdı. Otağın mərkəzində isə böyük bir taxta masa üzərində köhnə dəftərlərlə dolu bir xəzinə kimi bir dəftər yerləşirdi. O dəftərin kənarlarında qırışmış, amma dəyərli hərflər sanki nəsillərin bir-birinə ötürdüyü sirləri və dərsləri əks etdirirdi. Elmir dəftəri diqqətlə əlinə aldı və içində yazılmış sözləri oxumağa başladı. Yazılarda keçmişin sevincləri, kədərləri, sevgi dolu anları və insanın içindəki sarsılmaz ümid yer alırdı. Hər bir sətir ona həyatın çətinlikləri ilə mübarizənin, sevginin və inamın gücünü öyrədir, gələcəyə ümidlə baxmağı və öz qəlbinin səsinə qulaq asmağı xatırladırdı. Dəftərdə belə deyildi: sevgi ən böyük gücdür. Hər acı, hər kədər, hər itki ruhunu gücləndirir. Qəlbinin səsinə qulaq as və dağların səssiz rəqslərinə qoşul, orada həqiqi həyatın izləri gizlidir. Bu sözlər Elmirin qəlbində dərin bir iz buraxdı. O, anladı ki, bu dəftər yalnız keçmişin hekayələrini deyil, həm də hər kəsin öz içindəki səsi, unudulmuş ümid və sevgini tapması üçün bir açardır. O otaqdakı kəşflər Elmirə yalnız ətrafındakı abidələrin, yazıların və əşyaların dəyərini deyil, eyni zamanda öz iç dünyasında nə qədər zəngin bir xəzinənin gizləndiyini göstərdi. O otaqdan çıxdıqdan sonra Elmir kəndə qayıtmağa qərar verdi. Lakin o gün meşədən keçərkən onun ruhu sanki yenidən doğmuşdu. Hər addımında, kəndin dar küçələrində hər bir daşın, hər bir divarın arxasında gizlənmiş tarix və sirlər onu salamlayırdı. Kəndə çatanda Elmirin dönüşünü böyük maraqla gözləyən sakinlər onu isti qarşıladılar. Kəndin meydanında toplaşan insanlar onun tapdıqlarının, abidənin sirlərini və dəftərdəki hikməti dinləmək üçün səbirsizliklə gözləyirdilər. Elmir meydanda səmimi və sakit bir səs tonunda abidədə tapdığı kəşfləri və dəftərdəki hikmət dolu sətirləri insanlara izah etməyə başladı. Onun danışdıqlarında keçmişin unudulmuş xatirələri, sevginin gücü, kədərin dərsləri və gələcəyin ümid dolu imkanları öz əksini tapırdı. Hər bir söz kənd sakinlərinin qəlbindəki unudulmuş hissləri oyadır, onların içindəki səsi və ümidləri yenidən dirçəldirdi. Bizim hər birimizin içində sükutla danışan, lakin əbədi olan bir səs var, deyirdi Elmir. Həyatın çətinlikləri qarşısında bu səsi eşidərək irəli getməliyik. Keçmişin izləri, sevinclərin və kədərlərin hər biri bizi gücləndirir və gələcəyin ümidini gətirir. Unutmayın, dağların səssiz rəqsləri qəlbimizin dərinliyində yatan səsi oyandırır və bizə həyatın mənasını göstərir. Kənd sakinləri Elmirin sözlərində öz hekayələrini, keçmişin dərslərini və gələcəyin ümid dolu işığını tapırdılar. Gənclər onun danışdıqlarından ilham alaraq öz arzularını və məqsədlərini yenidən kəşf edirdilər. Yaşlılar isə illərin acı-tatlı xatirələrini unudub, sevgi və inam dolu günləri xatırlayırdılar.
Hər kəs bu toplanışdan sonra öz qəlblərindəki səsi dinləməyə, keçmişin sirlərini anlamağa və həyatın mənasını dərk etməyə daha da yaxınlaşdı. Zaman keçdikcə Elmir'in abidədə tapdığı dəftərin sətirləri kəndin hər küncündə öz izini buraxdı. O, bu hikməti paylaşmaq üçün kənddə kiçik bir məktəb açdı. Məktəbdə keçmişin və gələcəyin dərsləri, sevgi, inam və ümidin əhəmiyyəti öyrədildi. Hər dərs, hər söhbət kəndin qədim əfsanələrinin, abidənin sirlərinin və Elmir'in tapdıqlarının işığını insanlara çatdırırdı. Uşaqlar müəllimlərin danışdıqlarını dinləyərək öz qəlblərində daşıdıqları səsi kəşf edir, gələcəyin ümid dolu imkanlarını görürdülər. Bir gün məktəbdəki dərsdən sonra Elmir uşaqlara belə dedi: "Unutmayın, hər birinizin içində sükutla danışan bir səs var. O səs keçmişin dərslərini, sevinclərin və kədərlərin hər birini daşıyır. Həyatın mənasını tapmaq üçün öz qəlbinizə qulaq asın. Səssizcə, amma əbədi olan bu səs sizi ən qaranlıq anlarda belə ümidin işığı ilə dolu bir gələcəyə aparacaq." Bu sözlər uşaqların və yetkinlərin qəlbində dərin iz buraxdı. Hamısı anladılar ki, həyatın ən böyük gücü öz içimizdə daşıdığımız səsi dinləməkdə, keçmişin dərslərini mənimsəməkdə və o səsin rəhbərliyində irəli getməkdə yatır. Kənd, Elmir'in gətirdiyi bu yeni baxışla sanki yenidən canlandı. Hər axşam günəşin batması ilə birlikdə ulduzların parlaqlığı altında kəndin dar küçələrində toplaşan insanlar keçmişin xatirələrini, sevginin gücünü və gələcəyin ümid dolu imkanlarını paylaşırdılar. Dağların zirvəsində sükutla rəqs edən külək sanki Elmir'in tapdığı dəftərin sətirlərindəki hikməti hər kəsin ürəyinə işıq saçırdı. Hər kəs öz içindəki səsi eşidərək həyatın çətinliklərini meydan oxumağa başladı. Onlar bilirdilər ki, hər itki, hər kədər, nə qədər böyük olursa olsun, bir dərsdir və hər dərsdən öyrənərək sevgi və inamla yeni yollar açmaq mümkündür. Beləcə göylərin zirvəsində səssiz rəqslərə adlı bu hekayə yalnız bir gəncin abidədə tapdığı kəşf deyil, həm də hər bir insanın öz içində daşıdığı səsi, ümid və sevgini kəşf etməsi üçün bir dəvət oldu. Kəndin hər küncündə, hər ailənin ürəyində yaşayan bu səs gələcək nəsillərə sevgi və inamın əbədi izlərini buraxdı. Hər axşam dağların sükutlu rəqsləri altından insanlar öz qəlblərindəki səsi eşidərək həyatın mənasını və gözəlliyini anladılar. Elmir'in səyahəti hər kəs üçün bir nümunəyə çevrildi. Həyatda hər şey mümkün idi, əgər biz öz içimizdəki səsi eşidib onun rəhbərliyinə əməl etsək. Dağların zirvəsində sükutla danışan küləyin pıçıltısı kimi hər birimizin qəlbindəki səs də bizə həyatın ən gözəl anlarını yaşatmağa davam edəcəkdir. Bu nağıl göylərin zirvəsində, səssiz rəqslər illər boyu kəndin divarlarında, məktəblərin dərs otaqlarında və hər kəsin ürəyində yaşayacaq, hər kəs öz içindəki səsi tapdıqca sevgi, inam və ümid dolu yeni yollar açacaq, həyatın çətinlikləri qarşısında sarsılmaz qalacaq. Hər addımda, hər baxışda dağların səssiz rəqsləri bizə xatırladır, həyat bizə hər an gözlənilməz ümidlər və sevinclər bəxş edir, sadəcə qəlbin səsini dinləmək lazımdır. Beləcə, kəndin sakit, lakin möhtəşəm dağlarının ətəyində başlayan bu səyahət hər birimizin qəlbində əbədi bir iz buraxdı. Həyatın mənasını, keçmişin dərslərini və gələcəyin ümid dolu imkanlarını bir araya gətirən bu səs bizə hər zaman unutmayacağımız bir hikmət, sükutla rəqs edən əbədi bir nağıl olaraq qaldı.